Değerli yoldaşlar, xilafət Abbasilər dönəmində. Abbasilər 750-ci ildən 1258-ci ilə qədər xilafəti idarə etmiş və son sülalədir. 751-ci ildə Talas döyüşü baş verəcək Çinlilərlə ərəblər arasında. Çinlilər məğlub olacaq, amma Mərkəzi Asiyaya bu döyüşdən sonra Uyğurlar yiyələnəcək. Uyğurlar. 762-ci ildə Bağdad şəhərinin əsası qoyulacaq və paytaxt deməli Suriyada yerləşən Dəməşqdən, yəni Şamdan Bağdada köçürüləcək. 778-837-ci illərdə Xürrəmilər hərəkatı baş verəcək. Kimlərə qarşı? Abbasilərə qarşı. Və 9-cu əsrin əvvəllərində Abbasilər xilafəti artıq parçalanırdı. Nəticədə Misir, İran, Mərkəzi Asiya, Azərbaycan, Əfqanistanda Abbasilərdən asıllıqdan çıxmış, xilafətin tabeçiliyində olmaq istəməyən bir sıra deməli dövlətlər formalaşdı. Xəlifə Mötəsim 833-842-ci illərdə hakimiyyətdə olub. Xəlifə Mötəsim Abbasi xəlifəsidir və türklərdən geniş istifadə edən bir xəlifədir. Kimlərə qarşı? Üsyanlara qarşı, eyni zamanda Bizansa qarşı türk hərbi qüvvələrindən, türk sərkərdələrindən geniş istifadə edir və bu da gələcəkdə inkişaf etmiş, tanınmış türk sərkərdələrinin yeni türk dövlətlərinin yaratmasını gətirib çıxardacaq. 1055-ci ildə 1-ci Toğrul, Səlcuqlu sultanı 1-ci Toğrul Bağdadı tutur və Abbasi xilafətini özündən asılı hala salır. 1258-ci ildə Elxanilər dövlətinin hökmdarı Hülakü xan deməli 1258-ci ildə Bağdadı tutur və bununla da ümumiyyətlə ərəb xilafətinə, xilafət dönəminə son qoyulur. Dəyərli yoldaşlar, ərəb xilafətində rəsmi dil ərəb dili idi. Ərəb xilafəti əmirliklərə, yəni vilayətlərə bölünürdü. Pul qızıl dinar əsasən və gümüş dirhəm idi. Vergilər, xərac əsas vergi idi, torpaq vergisi idi. Cizyə, can vergisi idi. 15-60 yaşlı qeyri-müsəlman kişilərdən alınırdı. Bu vergi müqabilində həmin kişilər hərbi xidmətdən azad olurdular. Xüms, müsəlmanlardan alınan vergi idi. Daşınan əmlakın 1/5-ni təşkil edirdi. Zəkat, daşınmayan əmlakın 1/40-ni təşkil edirdi və müsəlmanlardan alınırdı. Dəyərli yoldaşlar, torpaq mülkiyyəti formaları, divan torpaqları, bunun digər adı dövlət torpaqları idi, birbaşa dövlət torpaqları idi və gəlirləri birbaşa xəzinəyə gedirdi. İqta torpaqları, xidmət müqabilində verilən şərti torpaqları idi. Yəni, xidmət vaxtı bitdikdən sonra və ya torpağı götürən dövlətə xidmət etmirsə, o torpaq ondan geri alınırdı. Mülk, feodalların irsi torpaqları idi. Vəqf, dini idarələrə məxsus torpaqlar idi. Dini torpaqlar kimi deyirik buna. İcma torpaqları, kəndlilərin istifadəsində olan torpaqlar idi, amma kəndlinin xüsusi mülkiyyəti deyildi, o da dövlət mülkiyyəti sayılırdı. Xəlifə Əli dönəmində vergilər azaldılır. Hamı buna qarşı gəlir. Yəni, Xəlifə Əli dönəmində atılan bu addıma əyanlar, ərəblərin irəlidə gedənləri buna qarşı gəlirlər, narazılıqlar artır bu addımına görə. Ümumiyyətlə, Rəşidi xəlifələr dövrü deməli, zəkatla xüms yoxsullara xərclənirdi, dəyərli yoldaşlar. Zəkat xümsün alınmasının səbəbi də elə bu idi. Yoxsullara, əlacsızlara, imkansızlara, xəstələrə xərclənməsi üçün. Amma Əməvilərdən başlayaraq həm də Abbasilər dönəmində artıq bu vergi də deməli xəzinəyə daxil olurdu və başqa işlərə, başqa məsələlərə sərf olunurdu. Dəyərli yoldaşlar, ümumi tarixdən ərəb xilafəti mövzusu bu qədər. İzləmədə qalın.